orijinal. Mənim danışıq qabiliyyətim budur. Sürətli danışmağı sevmirəm. Naturam belədir. Amma başa düşmək lazımdır ki, insanın xarakterini dəyişmək çətin məsələdir. Mən hər bir rəvayəti söyləyərkən onun üzərində düşünüb, daşınıb danışıram. Mən burada əzbərçilik danışmıram. Bunları da nəzərə almaq lazımdır. Əvvəla səbir və təmkinli olmaq lazımdır. Səbir və təmkinin çatmırsa, şükür Allaha, indi hər şey asandır, TikTok üçün şərait yaradıb, var